yüksək balla tibb təhsili müəssisələrinə daxil olan gəncləri yaxşı öyrədə bilmirik. Kadrları yaxşı hazırlaya bilmirik. Birinci tələbkarlıq yoxdur. Onların hamısını buraxmışıq kompüterin ixtiyarına. Kompüterdə testdə gedir, testi verir, hamısı 10 alır. 10 ballıq şkala ilə 10 alır. Heç kalan yoxdur. Belə təhsil olmaz. Bilirsiniz, həkimlik sənəti belədir ki, bu daşla, dəmirlə işləmir, bu canlı insanla işləyir, onunla söhbət eləməlidir. Bunun söhbət eləmək qabiliyyəti yoxdur. Bunun deontologiyası yoxdur. Bu gərək öz fikrini ifadə eləyə bilsin. Necə ki, xəstənin diaqnozu qoyandan sonra o diaqnozunu başa necə salır, onu kompüterlə başa sala bilməz o. Ona görə də bütün dünyada belə bir taktika var. Tibb xidmətində hamı tədris qutarandan sonra gəlir müəlliminə imtahan verir. Əgər sən kompüter sistemi ilə hardasa rüşvətxorluğa qarşı güya mübarizə aparırsan, o ideyanı ortalığa qoysa düzgün deyil. Sən yəni o boyda universitetlərdə bir dənə 5 nəfər, 10 nəfər savadlı, peşəkar, düzgün adam tapa bilmirsən, yəni sən o boyda universitetdə elə bir adam yoxdur ki, düzgün imtahan götürsün, obyektiv olsun. Bax, nəyə görə? Məsələn, Serçə Universitetinin Bakı filialında tələbələr hamısı hazırlaşır, bilirlər ki, orada peşəkar adamlar orada imtahan götürəcəklər. Gecə-gündüz oxuyurlar. Niyə Moskvadan İvan gəlməlidir, onlar da imtahan götürməlidir? Bizim özümüzün İvanımız yoxdur orada. Yəni, o səviyyədə demək istəyirəm ki, bir həkim yoxdur ki, gəlsə onunla imtahan götürür. Biz tələbədən tələbkarlığı azaltmışıq. Tələbədə savadsızlıq var. 3-cü kursa dərs deyirəm, ultrabənövşəyə şüa nədir, bunlar bilmir. Deyirəm, ultrasəs müayinəsi nədir, bunlar bilmir. Deyirəm, rentgen nədir, bunlar bilmir. Deyirəm, lazer nədir, bunlar bilmir. Bunlar bunun fizikasını, hələ başqa şeyləri demirəm. Bunlar bunun fizikasını bilməyə. Mən onlardan nətər rentgen müayinədən, ultrasəs müayinəsindən, kompüter tomoqrafiyadan, MRT-dən, lazer əməliyyatlarından, invaziv cərrahiyyədən bunlar danışım. Bunlar qırmızı işığa lazer deyirlər. Təsəvvür edirsiniz? Bunlar laparoskopik, torakoskopik əməliyyatlara lazer deyirlər. Və görürlər, imtihanda da onu alırlar. Mən onlardan imtihan götürmürəm. Hələ sağ olsun ki, 100 nəfəri yığıb otuzdururam orada. Onlar sağ olsunlar, mənə qulaq asırlar. Çünki mən maraqlı mühazirə oxuyuram. Hansı ki, onlar mənim qabağımda heç bir məsuliyyətləri yoxdur. Və mən onları heç nə eləyə bilməzdim. Çünki onların sözü professorun sözündən daha yaxşı keçir. Tələbə narazıdır, pajar oldu. Professoru cəzalandırın. Bir dənə tələbə narazıdır. Tələbə narazı qalar müəllim pistəs keçəndə. Tələbə narazı qalar qiymətində. Komissiya təşkil edirsən, görər ki, müəllim düzgündür. Müəllimin arxasında duran tibb təhsili, ali tibb təhsili sistemində müəllimin arxasında duran adam yoxdur. Ona görə müəllimdə də laqeydlik yaranır. Deyir, oxuyur, oxusun, oxumur, oxumaz. Onsuz mənim fikrimi soruşan yoxdur. Gedəcək kompüterdə 10 alacaq. Belə olmaz. Fərqli münasibət var. Məsələn, sağ olsun möhtərəm prezidentimizin əmri ilə Qarabağ Universiteti Yanor Tibb Fakültəsi açıldı. Mən oranı gördüm. Həqiqətən də savadlı kadrları yığıblar Xankəndiyə. Yaxşı maaş verirlər, gözəl maaş. Məsələn, Tibb Universitetinin professorunun aldığı maaşdan orada assistent kadrda 3 dəfə çox maaş alır. Ev veriblər, təmiz hava şərait, uşaqlar hamısı oxumaq həvəsi ilə gəliblər və hamısı da müəllimin qabağında imtahan verirlər. Bazada qurulur, dövlət vəsaiti ayrılır və yaxşı ki, həmən universitet Elm və Təhsil Nazirliyinə tabe edilir. Səhiyyə Nazirliyinə tabe edilir. Yaxşı ki, çünki onlar işi qura biliblər. Naxçıvan Universiteti gözəl qurub işi. Məsələn, Naxçıvan Dövlət Universiteti təsəvvür edin ki, tibb fakültəsinin hazırlığı kadrlar çox yüksək keyfiyyətli kadrlardır. Çox gözəl Serçə Universitetinin Bakı filialı. Çox gözəl. Mən özüm Moskvada Serçə 1-ci Moskva Tibb İnstitutunun aspirantı olmuşam, müdafiə eləmişəm, orada işləmişəm, dərs demişəm. Yəni bu universitetlə mən tələbədə dünyada tanınmışdır. Onun burada filialın açılması, yaxşı ki, ora açıldı və kadrları yetişdirildi. Yaxşı ki, Türkiyəyə gəlib oxuyub gəlirlər. Yoxsa iş qalsa, indiki Azərbaycanın ali tibb müəssisələrində tədris yoxdur. Biz gənc, cavan, böyük arzularla yaşayan, ambisiyalı, gözəl uşaqlarımızı
6 il ərzində kör eləyib atırıq küçüyə. Atırıq küçüyə. Onlar bir də başlayırlar bir də oxumağa. 1 il, 2 il hazırlayıb ciddi rejimlə, onların da bəzən hazırlayıb gedirlər ya Almaniyada, ya Türkiyədə, ya Amerikada, ya Fransada başlayırlar bir də oxumağa. Yəni 6 il batdı da, çünki biz onlara tələbkarlıq eləmədik. Biz onların təhsil sistemini boğuluq. Biz onlardan söhbət eləməyə vaxt tapmırıq, imkan vermirlər. Onlar gəlsinlər, bizə bir imtahan versinlər. Biz də o bəzi bilmədikləri şeyləri onlara başa salaq. Yoxdur belə bir şey. Hər şey aparaturanın başına bıraxıblar. Maddi texniki təchizat sıfır. Məsəl üçün, o mulyajlara ilə baxanda, məsələn, görürsən ki, səviyyə hardadır. Məsələn, Qarabağ Universitetinin təchizatı ilə 100 nəfər buraxır da ildə, bizdə 1200. Oranın təchizatı ilə bizim təchizata bir dənə baxasınız, fərqini hiss eləyərsiniz. Yəni, bu işi təşkil eləmək lazımdır. Bu, bizim uşaqlar hər il 1200 tələbə ki, girir bu universitetə yazırdılar. Biz bunları 6 ilin ən gözəl çağlarını əlindən alırıq, ondan sonra atırıq küçüyə. Və bunlar da gedir orada, burada təbibdə bir yer tapıb savadsız həkim kimi işləyir. İçində bunun qaymaqları da var da, Ruslar deyir, Slivki общество. Bunlar amma gedirlər, ondan sonra ağılları başlarına gəlir, oxuyurlar, gedirlər Almaniyada məşhur bir mütəxəssis olurlar. Ona görə tibb kadrlarının hazırlanmasında çox böyük qüsurlar var. Sistem dəyişilməlidir, yenidən qurulmalıdır və kollegiallıq itibdir. Kollegial olmalıdır hamısı.